Belə qısa, amma çox məni apardı mahnı. Elə təzə-təzə başlayırdım ki. Bu mahnı biraz çok uzun olduğu için biraz kesmişim arkasında bu dağlarda kar olsaydım. Belə bir mahnı. 5 dəqiqə yaxın gedir. 5 dəqiqə. Bu mahnıya klip də çəkmişik, 5 il bundan qabaq. Efir üçün biraz qısa elədim ki, qonaqlarımıza da vaxt olsun ona görə. Görürsən, başa düşən adam. Vasif, baxdım, gördüm səhifəndə orada yazmışsan Sazmen. Vasif Sazmen. Belə yazılıb da. Sazmen müasir sözdür. İndi men belə Men kişi deməkdir. Men kişi ingilisdir belə. Aha. Sazdakı yəni kişi. sazı ifa eləyən şəxs də belə. Şəxs. Bu anlama gəlir. Hə, indi bu sazmenlər çoxdur maşallah. O qədər sazmenlər var, saz ifaçılar var. Biri saz ifa eləyir, deyir aşığam. Heç ümumiyyətlə heç o aşıq sənətindən anlayışı yox. Ümumiyyətlə bu özü belə deyək də rəqib bildiyin, öz ahətəndə, öz yaşlarına kimlərdir misal üçün saz ifasında, sazmenlərdən? Məsələsinə bu sözdən sonra yəni qayıdaram. Mən böyüklərimiz, yəni sənətkarlar bilir ki, aşıq başqadır. Aşığın libasıdır, geyimidir, danışıqdır, sözüdür, saz ifaçılarından gedir. Nə bilim, hər kəlməsində qafiyədir, şeirdir, həm təznisdir, müxəmməsdir. Bu aşıqdır. Başının papağının libasıdır. Biz müasir zamanın saz ifaçılarıyıq, belə deyək. İndi mən deyim ki, yox. Düzdür, mən də aşıq havalarından, aşıqlıqdan yox, saz havalarından başlamışam mən. Göyçə aşıqlarından, Kəlbəzər aşıqlarından, götürdüyümüz insanlardan, yəni ən azından bəhrələmişik. Bu müasir havaları indi ifa edirik, bu aşıq elə hər sinə. İndi gitaristlər var ki, toylarda yanına saz alıb, yəni ruhani döndərməsi lazımdır, yanıq kəlmi lazımdır, ifa edib. Bu deyil aşıq, bütün aşıq havalarını bilməm. Bu Gəncədən bir saz ifaçısı var ya, adı nədir onun? Gəncədən çox ifa. Yox, mən dedim, Ceyhun idi onun adı. Yoxsa mən səhv bilirəm, Sazmen. Hə, elə bir adı çəkdim. Ceyhun deyil o. Hə, Ceyhun deyil. O deyir, məndən başqa yoxdur da, mən yəni toylarda, məclisdə məndən başqa. Mən belə deyim də, yəni... Yox da mən tanıyıram, mən onun bir söz deməm. Yəni deyir Gəncədir, Şəmkirdir, toylar məndir. Böyüklərin yanında belə böyük kimi çıxmasın. Reklam güclü ola bilər. O imkandan asılıdır. Bu saat elə sənətkara, sazı, belə deyim, məni də qabağına qoy, sazla dəstəyək. Elə insanları tanınmır bu saat. Toylarda öz işindən məşğuldur. Sadəcə insanlar var ki, yəni reklamı güclüdür, sənətindən güclüdür. Hansısa müğənninin yanında özünü gül verir, nə bilim, hansısa müğənninin yanında videosunu çəkir. Yəni onu kim eləyib ki? Gəldi toya. Gül verir ki... Ya belə mövzular var, ona görə hə də, yəni kiçiyin yanında, böyüyün yanında kiçik duranda... Şafi bəy, yaman gəlib bu. Qarı gül verir də, o nəyə pis şey? O maraqlar var. İndi o gül verir müğənninin qarşılıq. Mən də çox müğənnilərlə düşmüşəm toya, yəni çox səhifələrdən. Bir gül də sən al da. Mən şəxsən, yəni, tərəddüd eləmişəm o yanında. Yəni şəkil çəkməyi özümə sırtlayım, bir də məni biraz pis başa düşərsin. Əsl düz eləyir də, o işini bilir. Niyə? Valla düz eləyir, həqiqətən. Yox, lazımdır. Videolarla, amma... Bax, misal üçün, müğənni gəlir, müğənni gedir Gəncəyə, qarşılayır, gül buketi verir. Bax, Gəncədən gəlmirsən, misal üçün, əli boş gəlmirsən, canın sağ olsun. Kamran, mən elə başa düşürəm, bu gül vermək... Biz də gül versəydik, misal indi çoxdan tanımışdıq. Gül versə çoxdan tanımışdı. Bəli. Yəni, söhbət kimdən gedir? O Ceyhundan gedir. Mən valla Ceyhundan... Sonra deyirlər ki, kimdən... Ceyhun bizim dostumuz da. Yox, bilirəm, ümumi deyir ki, yəni ki, elə sənətkarlar var ki, mən elə başa düşdüm. Gözəl sənəti var, gözəl sənəti var. Onu nə bilim, amma xalq tanımır. Yəni onu demək istəyir ki, adam da var ki, reklamı çoxdur. Maddiyyatda nasıldır, insan var ki, onu demək istəyir. kişinin sənətkarıdır. Kim yaxşı çalır, kim pis çalır, öz işidir.